şəhid olanları sevənlərə, Peyğəmbərimizin əhl-i beytini sevənlərə təsəlli olsun. Bəqərə surəsi 154-cü ayədə səhv etmirəmsə deyir ki: "Və la təqulu limen yuqtalu fi sabilillahi amwata bel ahya'un velakin la təşurun." Deyir ki, Allah yolunda öldürülənlərə ölü deməyin. Onlar əslində diridirlər, lakin siz bunu ayırt edə bilmirsiniz. Və həqiqətən də onlar diridirlər və bir hədisi gətirəcəm, o da bir təsəlli hədisdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, ən çox müsibətləri, imtahanları Peyğəmbərlər və ondan sonra gəlib onlar qədər imanlı olmağa çalışanlar və ondan sonra gələnlər yəni görəcəklər. Bu o deməkdir ki, Kərbəla hadisəsində də şəhid olanlar hər bir imtahan da əməlin dərəcəsinə görədirsə, bu onların bir dərəcələri üçün bir sınaq idi. Əgər hər nə fitnə kimi də baxsaq, yəni müharibələrin hamısı bir fitnə kimi mən onları dəyərləndirirəm. Və Kərbəla hadisəsində istəyirəm ki, tarixi cəhətdən bir enək. Çünki çox adam məlumatsızdır. Hətta mən evdən bayaq çıxanda öz övladım da mənə deyir ki, ana o haqda mən bilmirəm və çox təəssüf ki, bu barədə məlumatlar ölkəmizdə müəyyən səpkidədir və müəyyən hissələrə bölünüb. Hətta bəzən qulaq asmaq istəyənlər qulaq asmır, bəzən istəyəndə tapa bilmirlər. Bilirik ki, hicrətin 60-cı ilində bu hadisə baş verdi və Kərbəla hadisəsi haqqında və Peyğəmbərimizin sevimli nəvəsi Hüseynin şəhid olması haqqında hətta kiçik yaşında belə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xəbər vermişdi. Həsən cənnətlə sağlığında müjdələnən çox az bir səhabələr və insanlar olub, deyək ki, Həsən və Hüseyin sağlığında cənnətlə müjdələnmişdi və necə ki hədisdə deyir, Həsən və Hüseyin hələ onda kiçik yaşdaydılar, əli ilə onları göstərir və deyir ki, siz cənnətdə gənclərin ağalarını tanımaq istəyirsinizmi və onları əlləri ilə göstərir və başqa bir hədisində deyir ki, Həsən və Hüseyin nəvələrin nəvəsidir və deyir ki, cənnətdə ən üstün olanlardır, əhli onlardan da üstündür. Bu hədisi də oxudum və onları iki reyhanım adlandırır. Çünki hədisinə görə reyhan ətri xoş olan, amma dadı olmayan bir bitkidir və onlar da qoxusu gözəl idi və Kərbəla hadisəsinə bağlı necə olur? Günlərin bir günü Ummu Sələmənin yanında, yəni Peyğəmbərimizin zövcəsi, anamız olan Ummu Sələmənin yanında mələyin daxil olması ilə bağlı vəhy gəlir Peyğəmbərimizə və o ona deyir ki, içəriyə heç kimi buraxma və bu an Hüseyin çox kiçik yaşında olur və qaça-qaça Peyğəmbərimizin qucağında oturur və həmin an mələk ona deyir, sən onu sevirsənmi? O deyir, bəli. Deyir, çox təəssüf ki, sənin öz ümmətin onu qətlə yetirəcəkdir və əli ilə qırmızı bir torpaq göstərir və o deyir Kərbəla idi, yəni mənbələrdə də gətirir və Peyğəmbər sallallahu əleyhi və səlləm bunu bilirdi və bu hadisəni mən Hüseynin haqq carçısı olması kimi qiymətləndirirəm. Bilirik ki, yəni tarixdə bu da heç inkar olunmaz bir haldır ki, Yəzidə qarşı çıxaraq bu olur və Yəzidə qarşı çıxmaq, bunu bu məqamı deyəcəm, onun heç də hökmdara qarşı çıxmağı kimi qiymətləndirilmir. Bütün mənbələrdə bu belədir. Haqsızlığa qarşı çıxır və hətta Məkkədən öz ətrafında olanlarla və Əhl-i Beyti ilə Küfəyə, Kərbalaya yaxınlığına gələrkən, hansı ki, yəqin ki, siz də bunu bilirsiniz ki, Küfədə ona insanların dəstəyi ilə bağlı məktub gəlir, onu inandırırlar. Bu da onun sağ... Amma mən inanıram ki, dəstək gəlməsə də belə o yenə oradan çıxacaqdır. Çünki onu deyənlər var idi ki, belə bir şey ola bilər. Amma o nə demişdi? Demişdi ki, mən Allahın hökmü ilə hökm vermədiyi üçün, Peyğəmbərimizin dediklərini etmədiyi üçün və şura ilə deyil, varisliklə hakimiyyətə gəldiyi üçün mən bir haqq səsi olmaq üçün ora gedirəm və onun yolunu kəsir və hətta Kərbalaya yaxınlaşdıqda artıq insanların çox az olduğunu, orada ona dəstəkçilərin çox az olduğunu görməsinə baxmayaraq, o yenə də geri çəkilmir və çox faciəvi şəkildə, hansı ki Allah Peyğəmbərimiz demişdi, Peyğəmbərimizin hər sözü də əgər vəhy idisə, demişdi ki, o məndəndir, mən ondanam və demişdi ki, məni sevən, məni sevmiş, mənə nifrət edən, ona nifrət edən, mənə nifrət və o cür bir insanı başını bədənindən ayırmaq və mən tarixdə oxumuşam, İbn Ziyad bu işin başında dayanır və ona göndərirlər. Bu hadisənin baş verməsi tarixdə böyük bir zülm kimi yəni qiymətləndirir və bu bizim, necə ki onların imanına görə bir mükafat dərəcələrinin qalxması üçün bir imtahan idisə, bizim kimi müsəlmanlar üçün də bir
imtahandır o. Mən deyərəm yerdə qalanlar üçün. Əgər biz bir haqq savaşının necə deyim dəstəkçiləriyiksə, biz birinci oradan başlamalıyıq. Çünki o şey ki, o din ki, yetimin hamisi peyğəmbərimizlə yan-yana olacaqdır deyir. Biz necə günahsız bir uşağa qıya bilərik? Yəni bu din bunu hər yerdə deyir. Hətta ayələrin çoxsunda vəl-yətəmə vəl-məsəkin, miskinlər və yetimlər çox yerdə baxırsan ki, ard-arda çəkilir. Belə bir necə deyim, mənəvi dəyərin carçısı olan bir İslamda necə müsəlmanlar belə bir şey, yəni özünə müsəlman deyənlər, müsəlmana nisbət edənlər necə belə bir şey edə bilərlər?